Ya Allah. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tayyibin tahirin. Sərf-ül mütəvəssitədə həftəlik dərsimiz təkrar edəcəyik. Ola bilsin bəzi nöqtələr də əlavə edək. Ki 12-ci dərsdən 13-cü dərs. Çünki biz hər dərsi böldük deyə 4 dənə dərsə başlayırdı. Ona görə 12-nə 13. 12-ci dərsdə fe'l-i muzaridən danışırdı. Fe'l-i muzari özü-özlüyündə mərfu olur. Amma biz fe'l-i muzari mərfu olsa da bəzən mənsub olur, bəzən məczum olur, cəzm olur. Birinci fe'l-i muzarinin danışdı cəzm olmağından. Əvvəla birinci ədatlar gətirdi cəzm əlamətləri ləmlə ləmma. Bunlar ikisi də fe'l-i muzarinin başına gəlməklə fe'l-i muzarini maziyə aparır. Fərqi budur ki, ləm fe'l-i muzarinin mazi sadəni edir, mənfəlik misalam. Sadə edir, ləm yadırıb. Ləmma isə yox, mazi nəqlidə mənfi edir. Yəni, hələ vurmayıb. Bu, məna baxımından fərqi idi. Amma ləfz baxımından təsirini qoyacaq. Bütün fe'l-i muzaridə olan əlamət hərfləri siləcək. Əlamət hərflər bilsin, nunlardır, yaxud da 1, 4, 7, 13, 14 siğalardakı olan zəmmələr ki, olar siləcək. Burada sağa. Aydın oldu. Bəs ləmlə ləmma ləfsi olaraq təsirini qoyduğu üçün mənada da təsir qoymuşdur. Ondan sonra ləmmadan sonra lam-ı əmirdən la-i nəhi. Lam-ı əmiri ki keçmişik. Lam-ı əmir həmin odur ki, fe'li muzarini ki əmr eləmək istəyirdik. İlk 6 siğəsi ilə son 2 siğəsini, yəni olar ki, fe'li muzari ki dəllət edir qaybə və dəllət edir mütəkəllimə. Həmin əmr belamdır. O da cəzm edir və mənasında birisi inşaya çevirir. Amma la-i nəhiyi oxumamışdıq. La-i nəhi fe'l-i muzarinin başına gəlməklə 14 siğəsində la gələcək. Sonunda cəzm eləyəcək. Cəzm bildiz ya nunun sabit olması iləndir, ya zəmmə iləndir. Başqa dildən desək, daha bir rahat bir sözlə desək, la-i nəhi həmin o əmri nəfidir, əmrin ziddidir. Bu da belə qutardı. Ondan sonra gəldi, dedi ki, ədatlarla hər o ki şərtə dəlalət edir. İn ola bilər, ma ola bilər, məhmə ola bilər. Adətən bunlar 2 dənə. Bunlar şərt deyil, hökmən fe'l-i muzarın başına gəlməlidir. Əgər fe'l-i muzarın başına gələcək, cəzm verəcək. Əgər bunların fe'llər, çünki bunların fe'llər 2 fe'l olur da. Şərtdirsə, şərtdə 2 dənə şey olmalıdır. 2 fe'lin, ikisi də muzarsa, ikisindən nə edəcək? Cəzm verəcək ki, bunun keçsə oxun. Məsələn, mən yadrus yancah ilə axır. Bu birinci halət idi ki, fe'l-i muzarın cəzm haləti ilə biz qutardıq. İkinci haləti buydu ki, bu bəhsdə fe'l-i muzarın nəsb haləti. Ki, ənlənkey izən gətirib burada. Başqa kitablarda, bunu nəhvdə oxuyacaqsınız, bəzi əlavələr də var, nəhvdədir bu. Səhvdə bu hədlərlə kifayət edin, bu həddə əsas hədd elə budur. Ənlənkey izəndir. Ağa, ənin mənası buydu ki, fe'l-i muzarını məsdərə çevirirdi. Ki, gərək eləyən mənasında, ya da ki, məsdərə çevrilir. Və bir dənə də üstünlüyü var ki, zaman baxımından fe'l-i muzarını gələcək zamana neyirdi? Aparırdı. Vaxt ki, mən deyirəm, ənə uridu ən əzhəbə iləl-həram, mən istəyirəm ki, hərəmə gedəm. Yaxud da mən hərəmə getmək istəyirəm. Hamısı gələcək dəlat edir və məsdər mənasında. Yəni, məsdərə çevir bu mənaya ki, istəyən biləsən məsdərə çevir, götür o fe'li ən yadribəni ya ən yadhəməni sil, yerinə həmin o zəhəmən məsdərini görürsə, həmin məna yerində qalır. Heç bir məna yoxdur. İkinci ləndir. Ləndə, indi ixtilaf var idi, ləm əbədiyyət mənasındadır, heç vaxt, yəni heç vaxt, yoxsa uzaq gələcək yox, yəni uzun müddət olmayacaq, bu ixtilaflı məsələdir. İşimiz yoxdur. Və bu da həmçinin gələcək zamanadır. Vaxt ki, deyirəm ki, yadhəbu gedir, ya deyirəm la yadhəbu getmir, lən yadhəbə, yəni heç vaxt getməyəcək. İndi heç vaxt öz mənalində ya əbədiyyətdir, ya uzaq gələcəkdir. O burası da kəydir. Kəy maqəblinin, belə deyək də, illətin bildirirdi. Buna görə ki, illətin bildirir. Ya məsələn, burada tərcüməyi bərayin ki, bunun üçün ki. Məsələn, mən deyirəm ki, mən deyirəm ki, məsələn, ustad gəldiyinə görə mən gərək çıxam. Yəni, mənim çıxmaq şərtim ustadın gəlməkdir. Ya məsələn, çoxlu şeylər də var idi, misallar var idi. Biri də bu idi ki,
Məsələn deyirəm ki, ustad gəldi deyə mən də ona görə çıxıram. Bu illətin bilirsən, çıxmağımın illətini bildirirsən. Oburs bəli. Biz dedik ki, birinci fe'l muzari ustad gəldiyindən görə. O birinci şərtdə nə olursa olsun. İkinci fe'l nə olmalıdır? İkinci yox. Biz burada şərtlərdən danışmırıq. O şərt o yerdədir ki, hökmən 2 dənə fe'l olmaq ordadır. Ancaq buradakı gəlirik, buradakı bəhsimiz ənlən key izəndə. Key ilə izən ki gəlir, bir şeyin cavabında gəlməlidir. Bir şeyin cavabını biri cavabını, biri də bir maqəbli şeyin səbəbini bildirməlidir. Maqəbli hadisənin səbəbini bildirməlidir. O şərtdir fe'l ola bilər, fe'l mazi, müzə nə olar olsun. Key. İzən də həmçinin. İzən bir şeyin cavabında gəlməlidir. Amma bir şeyin cavabında olmalıdır. Məsələn, sən deyirsən ki, mən durub çıxıb gedəcəyəm buradan. Deyirəm, mən də onda bəs durub çıxıb gedəcəyəm. Şey get cavab olsun. Ya deyirəm ki, sən deyirsən ki, mən bu gün gələcəyəm axşam sizə. Deyirəm, onda yaxşı mən sizə bu günləri axşam ikram edəcəyəm, iftar verəcəm və ilə axır. Aydın oldu? İzən, bizdə deyirlər bəs onda. Bəlağacan. Şey bilməsəm, ənlən izən. Ki, 2 dənə fe'lin başına gəlir. Bunlar 2 dənə fe'lin başına gəlmir. Şərtdir da, 2 dənə fe'lin başına. Ən ki şərt deyil. İn şərtdir. İn o yuxarıda ola cəzm verirlər. Mən nəsblərdən danışırıq. Bizim bəhsimiz ənlən keyizəndə mənsublardır. Nəsb ədədlərdir. Bu qutardı bəs. Bura qədər qutardı. Bir neçə nöqtə var dedik ki, qardaş biz ki danışdıq fe'l muzarını mənsub edir, məczum edirik. Bu halda fe'l muzarı morab olsun. 6 ilə 12-ci siğanın çıxmaq şərti ilə fe'l muzarı hamısı morabdır və əmr fe'li heç biri hamısı məbnidir. Əmr və siğələr də məbnidir və burada bir dənə nöqtə də var ki, o da işin yəqin ki yadınızdadır, onu da demirik. Təkiddə qabaqda oxuyacağıq, onun niyə məbnidir. Bundan 12-ci dərs qutardı. İndi 13-cü dərsə keçirik. 12-ci dərsdə bir sualınız varızdı. Bəli, yaxşı. 13-cü dərslər fe'l muzarın digər hallarından danışır. 3-cü hal olaraq fe'l muzarın zaman baxımından, zaman etibarilə söhbət edir. Bura qədər bunu müqəddimə edək. Hardakı şərt söhbəti gəldi, gələcək zaman olacaq fe'l muzarı. Hardakı nəsb oldu, gələcək zaman olacaq. Və cəzmlər ki var, ləmlə ləmmanı çıxmaq, onlar da hamısı gələcək zamana aparacaqdır. Bunları qoyaq qıraq. İndi müəyyən edirik zamanı. Mən burada bəzi nöqtələri burada deyəcəyim. Ağacan fe'l muzari müştərəkdir indiki zamandan gələcək zaman arasında. Əgər sən istəyən onu xaslaşdırırsan gələcək zamana, ya sin gətirsən, ya sofa gətirsən. Sin yaxın gələcəkdə, sofa uzaq gələcək. Sin, sofa və qabaqda oxuyacaq lə ki var, məftuh. Bunlar ləfz baxımından heç bir əməl eləmirlər. Məna baxımından əməl edir. Düz? Amma ləyə gəldikdə. Bəzi alimlər ləyi qəbul eləmirlər ki, zamanda dəxaləti var lamın, ləyin. Deyirlər ki, fe'l muzari öz-özlüyündə hala dəlalət edir. Öz-özlüyündə. İndiki zamanda. Sin və sofa ilə gələcəyə dəlalət edir. Yəni, ya da ki, bir qərinə olmalıdır. Məsələn, deyirəm ki, ənə əzribuka qədən. Mən vururam səni sabah, yenə sabah vuracağım. Bir qərinə olmalıdır, yəni bir əlamət olmalıdır. Belə gələcəyə dəlalət edir. Belə əda, qərinə olmasa, ya başda sin olmasa, sofa olmasa, fe'l muzari indiki zamana dəlalət edir həmişə. Əzribu, yəni indi vururam. Aydın oldu. Amma bir əlamət olsa, bir ləfzlə, zadla, ya sin, sofa ilə gəlsə də, onunla gələcək dəlalət edir. Bəs onda lam nədir o? Lə. Gəlib ki, lə təkiddir. Təkidi bildirir. Hadisənin, fe'lin şiddətdə olan təkidi, yəni qaçılmaz olmağını bildirir. Lə əzribuka, yəni 100% vuracağım sənə. Vururam sənə. Yəni söz böybət yox, fikrindən dönən deyil. Ona görə gəlib ki, lam vurur, lamı təkiddir. Düz? Bəzən görmüşük ki, lama deyirlər, lamı muzahləqədir. Niyə deyirlər muzahləqədir? Zəhləqə yəni sürüşüb gedib o yana. Atlanıb o yana sürüşüb. Niyə muzahləqə deyirlər? Buna görə deyirlər ki, kəlam innə ilə başlayanda, yəni innə təkidi bildir axı. Bunun ismi ilə işimiz yoxdur. Bunun xəbəri cümlə ismiyə də ola bilər, fe'li də ola bilər. Oxuyacaqsınız nəfdə. Xəbər ki, fe'l mazi də ola bilər, muzari də ola bilər. Fe'l mazi də ola bilər, muzari də ola bilər. Xəbər. Misal olaraq qoy qəşəng olsun. İnnə Zeydən istəyirəm xəbəri fe'l muzari eləyim.
Deyir ki, yadribu. Tərcüməni nə tər eləyir Azərbaycanda? Həqiqətən, şübhəsiz Zeyd vurur. Düzdür? Gəlib başına lam da gələ bilər. Bu lam təkiddir. İnnə ilə bilinir təkiddir. Niyə təkid? Bu ki var lamı təkiddir. Bunun adı niyə bu lamı təkid? Lamı təkidin əslində adı lamı ibtidadır. Bunun adı niyə qoyulur? Muzahləqa burada. Təkiddir. Bu gərək başda gələn. Təkidin yanında bir dənə təkid gələ bilməz. Təkidin yanında gələ bilməz. Onu sürüşüb ora. Ona görə adı qoyulur muzahləqa. Xülasə bunları qoyun qıraq hamısın. Alimlər gəlib deyir ki, ağacan bizim lam yoxumuzdur ki, lam yoxumuz Harada sürüşdü? Bu həmişə əvvəldə gəlir. Bu lam ibtidadır. Lam ibtidadır. Lam ibtida gələ əvvəldir. Deyirəm ki, Zeydun La Zeydun Məsələn üçün yadribuka. Gələ bir olmalıdır da. La Zeydun təkid, nə hökman. Da bir dənə innə varsa burada, bu da təkidir. İki dənə təkid bir-birinin yanına gəlmir. Ona getdilə ki, sürüşür axıra. Muzahləq olur. Və sonunda həqiqətdə həmin o lamı təkiddir də. Yəni, sürüşür deyə adını qoyulur muzahləqə. Başqa bir xüsusiyyət yoxdur. Düz? Gəlib deyir ki, ağasın, bizim lam ki var, zamanı xaslaşdırır. Yəni, indiki zaman bizim belə bir lamımız yoxdur. Yıxıldı. Gəlib deyiblər ki, bizim lam ki var, o lam zaman məsələ yoxumuzdur. O lamı təkiddir. Nə çıxarmısınız lam ki zamanı xüsusiləşdirir? Bəlkə zamanın hala dəlalət eləməsə elə yadribunun özü iləndir. Yadribu yəni indi vurur. Bəli, siz bizi harada çaşmısınız? Siz yadribun başına lam gələndə, təkidi bildirəndə elə düşünürsünüz ki, zamanı xaslaşdırır. Yəni 100% indi vurur. O 100% zaman üçün gəlməyib, 100% feil üçün gəlir, iş üçün gəlir. Nə ki 100% hal-hazırda vurur. Məqsədə yəni 100% şeyə gəlib, qeyd vurmağa. Təkid darb üçün gəlib, nə zaman üçün gəlib. Zaman xaslaşdırır. Gəlib bu irad edir. Əlbəttə bir qol var, mən bunu izah edirəm və illə bunu qəbul edənlər də var zamanda. Bəs aydın oldu. Gəlib deyir ki, yadribu özü özlüyündə hala dəlalət edir, indiki zamanda gedir. Lə təkid gəlib, siz elə bilmirsiniz ki, lam gəlib zamanı xaslaşdırır, yəni xüsusiləşdirdiyi hala edir. Belə bir dənə bəhs var ki, o Quran ayəsində onu demək istədim. Qurandakı ayə gəlmişdi, keçən səfər tənlidə sizə göstərəcəm. Özünüz ayədən açıq-aşkar görəcəksiniz ki, bu lə əslən dəlalət eləmir hal-hazırda işin baş verməsinə. İndi yazdı o. Yox, əslən bilirəm. İndi axı ləyə qarına görə indi olmalıdır axı. İndi Quran ayəsi qiyamətdən danışırsa, qiyamətdən danışır. Baxın, Quran ayəsi var idi ev tapşırığına. 108-ci səhifə. Quran ayəsi demirdi ki, 108 ağacan. Bəli. Quran ayəsi deyir ki, İnna rabbaka la yahkumu beynahum yawmal qiyamah. Həqiqətində şübhəsiz Allah Taala qiyamət günü sizin aranızda hökm eləyir bu dəqiqə. Uyğun gəlmir axımırsınız. Uyğun mənə gəl. Əslində lam zamanı bəyan eləmir. Feilin şübhəsizdir bu iş. Onu çatdırmaq istəyir. Aydın oldu bu cürə iradə ediblər. Bəs xülasə deyə lam-ı məftuha bəziləri iradə ediblər. Deyiblər ki, o əslində lam-ı təkiddir. Gəlir feili işi təkidləndirir. Bəs yaxşı sual. Bəs necə biz bilək feili muzari hal-hazırda edər? Deyir, heç nə rahat, başında iş nə yoxsa, yəni indi deməkdir. Gələcəyə aparmaq üçün ya nəsb hərfləri ilə, ya o şərtlərlə, ya da ki, sin və sofa ilə, ya da ki, bir dənə qərinə qoy qabaqmasın, sabah. Sabah məsələn üçün, bir gün, gələn həftə, mən çünki Azərbaycanda deyirəm, daha ərəbində silahlarını demək istəmirəm. Bundan biləcəksən. Aydın oldu. Məsələn, deyirəm ki, yadribu Zeydun qədəm. Zeyd vurur, sabah, yəni sabah vuracaq da. Bu qərinə özlüyündə qərinə, yəni əlamət, nişana yoxdursa, indiki zaman dəlalət lazımdır, o lam olsun. Bəzilər bunu iradə eləmişlər ki, əlbəttə ki, bu bəhs, əlavə bəhs, kitabdan qıraq məsələdir ki, bu kitabda yoxdur. Buna deyim ki, qoy mətləb sizə tam vazih olsun. Bəs zamanı bildirmək üçün dedik ki, zamanı bildirən şeylər sin və sofa yaxud da lam məftuh ki, mətləbin bildirir. Bunlar ləfsi baxımından heç bir təsir qoymurlar, fəqət mənada. Növbəti feil-i muzaridə olan hal istifhamdır, sualdır. Birisi də istifham xəbərə davet etmir, inşadır. İnşalar ya əmrlərdir hamısı,
ya nəhildir, ya da ki feili muzaridir ki, istifhamla ya həllə, ya əynən olur. Bura qədər elə bilirəm əsli bəs qutardı və sonda da mənfi olması ya ma ilə, ya la ilə. Mazini mənfi eləyir və həmçinin də halı, feil muzarinin halı mənfi eləyir. Məsələn, indi mən ki demək istəyirəm ki, vurmur, indi vurmur. Yəni ma yadribu. Amma la isə mazini də mənfi eləyir. Amma feil muzarını gələcəklə mənfi eləyir. Yəni sabahları məsələn üçün vurmayacaq ya birazdan vurmayacaq. Buraydı. Burası bir dənə burada nöqtə var ki, feil mazini ki var, la gəlir feil mazini. Əslində budur ki, feil mazinin başına ma gəlməlidir. Ma ilə mənfi. La ilə mənfinin elə belə keyfindən olmur. Xüsusi şəraitləri var. İnşallah siz onu muğlizatda bunu oxuyacaqsınız ki, uzun bəsdir. La haçandan təkrar olsa, mazi haçandan təkrar olsa, o vaxtlardır ki, elə öz-özündə olmur. Məsələn, misal vururamsa, adi bir dənə misal vururam, ondan qoy biləsiniz. Məsələn, mən deyirəm ki, ma vərəbə və la cələsə. Nə vurdu, nə də əyləşdi. Ma cələs və la cələsə. Bəs feil mazinin başına la gəldi də. Deyirəm, ağa təkrara görə gəldi. İstədim bu ədadı təkrar edeyim, ma ilə təkrarla, la ilə təkrar edeyim. Bunu inşallah geniş bəhsin qabaqda oxuyacağız. Yəni, belə deyir ki, la feil mazinin başına haçan istəyirsən gətir. Aydın 3 dənə halda ki, eləyir, gəlir başına, bir də budur. Aydın oldu? Bura qədər mən elə biləm ki, bizim bəhsimiz... Bəli. Bəhs deyir ki, ma bəra nəfi mazi və hal nihayət. Bəli. Ma yəni... Ma yəni feili mazinin də başına gəlir. Feili muzarinin başına gələndə halı nəfi eləyir. Yəni indi vurmur. Amma la isə feili mazinin də başına gələ bilər. Muzarinin başında isə gələcək nəfi eləyir. Bunu istəyir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.